Salam. Bugünkü dərsimiz olacaqdır 8-ci sinif 1-ci hissədən elm, texnologiya, həyat, tavi əməliyyatı. Bildiyiniz kimi, ürəyin aorta qapağının qüsurları ürək-damar xəstəlikləri arasında ən geniş yayılanlardandır. Yəni, sol mədəciklə aorta arasında olan 3 ədəd aypara qapaq mövcuddur ki, onların kirəcləşməsi baş verir və yaxud da ki, çatışmamazlıq yaranır. Bu, adətən 65 yaşından yuxarı insanlarda daha tez-tez təsadüf olunan qapaq çatışmamazlığı hesab olunur ki, bildiyiniz kimi, böyük təzyiqlə aortaya vurulan qanın bir hissəsi bu qapaqların çatışmamazlığı nəticəsində yenidən ürəyin mədəciyinə, sol mədəciyinə qayıdır və beləliklə də qanın normal fəaliyyəti və yaxud ürəyin normal fəaliyyət göstərməsi və nəticədə qan damar xəstəliklərinin meydana çıxmasına səbəb olur. Ənənəvi cərrahiyyə üsulu ilə bu yüksək cərrahi risk hesab olunur. Odur ki, bunun üçün yeni olaraq TAVI əməliyyatı aparılır ki, TAVI əməliyyatı transkateter aorta qapağı implantasiyası əməliyyatıdır. TAVI belə bir əməliyyatı nəticəsində ürək boşluğunda heç bir açıqlıq açılmadan qapalı əməliyyat hesab olunur. Belə kateter hissəyə birləşdirilmiş süni qapaq ya körpücük altı deməli arteriyadan ya da bud arteriyasından arteriyaya daxil edilir və bu kateterlə birlikdə süni qapaq ürəyin sol mədəciyi ilə aorta arasında yerləşən 3 aypara qapağın yerinə otuzdurulur. Bunun üçün xüsusi balon və yaxud da ki, cihazlardan istifadə edilir. Bu, gördüyünüz kimi qapağın üstdən görünüşü, bu isə yandan görünüşüdür ki, bu süni qapağın üzəri metal çərçivə ilə örtülmüşdür ki, bu da qapağın sonradan genişlənməsinin qarşısını alır, qanın bir tərəfli istiqamətdə axmasına səbəb olur. Deməli, metal çərçivə quraşdırılmış süni qapaq daimi vəziyyətinə qədər genişləndirilir. Süni qapaq uğurla yerləşdirildikdən sonra kateter, bax bu gördüyünüz kateter hissə çıxarılır və arteriya bağlanılır və beləliklə də bu qapaq insanın ürəyində heç bir dəyişikliyə uğramadan uzun illər fəaliyyət göstərmiş olur və ürəkdə qan durğunluğu yaranmır və qan dövranı pozğunluğu aradan qaldırılmış olur. Bu qədər, sağ olun.